Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan Bloomberg milyarderlər indeksinə əsasən Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 22,547 milyard dollar artıb. Yanavaz.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Bloomberg milyarderlər indeksinə əsasən Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin ilin əvvəlindən 3,82 milyard dollar qazanıb. Hazırda onun sərvəti 31,7 milyard dollardır. Rusiyanın ən böyük dəmir filizi istehsalçısı Metal Invest'in səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,7 milyard dollar artaraq 16,9 milyard dollara çatıb. Ən böyük yetkiyə Rusiyalı iş adamı və Monaco futbol klubunun sahibi Dmitri Rybolovlev məruz qalıb. Onun sərvəti 1,77 milyard dollar azalaraq 9,21 milyard dollar təşkil edib. Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı Bloomberg milyarderlər indeksini dərc edir.